Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve sallallahu ala seyyidina Muhammedin ve alihi't tahirin. Ve la'netullahi ala a'daihim ecmaîn minel âne ila kıyâmi yevmiddin. Allahümme entikni bil huda ve elhimni't takva. Esselamu aleyke ya Mevlana ya Ebel Hasan. Ya Ali ibn Musa Rıda'l Murtada ve rahmetullahi ve berekatuh. Allah'ın selamı, rahmeti, berekatı hepimizin üzerine olsun sevgili seyirciler. Bir rıza makamı programında daha rıza makamından huzurunuzdayız. Allah-u Teala bugüne kadar ettiğiniz bütün amelleri, tuttuğunuz oruçları, yaptığınız duaları hepsini en güzel şekilde kabul eylesin. Değerli müminler, bugün müstesna bir gecedeyiz. Mübarek Ramazan ayının 19. gecesi, Kadir gecesi Kadir gecesi olması muhtemel olan 3 geceden ilki ve aynı zamanda bu gecenin sabahında Mevla'l Muvahhidin, İmamul Muttakin, Emirul Mu'minin, salavatullah ve selamuhu aleyhin, ibadet mihrabında mel'un İbn-i Mulcem'in vurduğu darbeyle yaralandığı gecedir. Allah'ın selamı Mevlamızın üzerine olsun. Değerli müminler, programımıza bu gecenin münasebetiyle Mevlamız Emirul Mu'minin, salavatullah ve selamuhu aleyhin ziyaretiyle başlıyoruz. Niyet edin, İmam-ı Zaman ağamızdan niyabeten, anne babalarımız, boynumuzda hakkı olanlar, şehitlerimiz, alimlerimiz, müştehitlerimiz, mektebimizin hizmetçileri, iltiması dua diyen bütün kardeşlerimiz, hepsinden niyabeten, gurbeten ilallah. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Esselamu aleyke ya eminallahi fi ardih ve hüccetehu ala ibadih. Esselamu aleyke ya emiral mu'minin. Eşhedü enneke cahette fillahi hakka cihadih ve amilte bi kitabih ve ettebaate sunena nebiyyih sallallahu aleyhi ve alih hatta da'akallahu ila civarih fekabadake ileyhi bi ihtiyarih ve elzeme a'dâekel hüccete مع ما لك من الحجج البالغة على جميع خلقه. Selam olsun sana ey Allah'ın yeryüzündeki emini, ey Allah'ın kullarına hücceti. Selam olsun sana ey müminlerin emirin. Şehadet ediyorum ki sen Allah yolunda hakkıyla cihad eyledin. Allah'ın kitabına amel eyledin. Resulullah'ın sünnetine uydun. Ölüm gelip sana çatıncaya kadar. Allahümme fec'al nefsi mutmainneten bi kaderik, radiyeten bi kadaik, مولعة بذكرك ودعائك محبة لصفوة أوليائك محبوبة في أرضك وسمائك صابرة على نزول بلائك شاكرة لفواضل نعمائك ذاكرة لسوابغ آلائك مشتاقة إلى فرحة لقائك متزودة التقوى ليوم جزائك
مستنة بسنن أوليائك مفارقة لأخلاق أعدائك مشغولة عن الدنيا بحمدك وثنائك. Allah'ım bizi likana kavuşmana müştak olanlardan karar kıl. Takvayı kıyamet günü için en güzel azık olarak toplayanlardan eyle. Velilerinin sünnetlerine uyan, düşmanlarının ahlakından ayrılan, dünyadan kopup hamd-ı senana meşgul olanlardan eyle. Allahümme inne kulubel muhbetine ileyke valiha ve subuler râgibine ileyke şâri'a ve a'lâmel qâsidine ileyke vâdiha ve ef'idetel ârifine minke fâzi'a ve asvâted dâ'ine ileyke sâ'ida وأبواب الإجابة لهم مفتحا ودعوة من ناجاك مستجابا وتوبة من أناب إليك مقبولا وعبرة من بكى من خوفك مرحوما والإغاثة لمن استغاث بك موجودا والإعانة لمن استعان بك مبذولا وعداتك لعبادك منجزا وزلل من استقالك مقالا وأعمال العاملين لديك محفوظا وأرزاقك إلى الخلائق من لدنك نازلا وعوائد المزيد إليهم واصلا وذنوب المستغفرين مغفورا وحوائج خلقك عندك مقضية وجوائز السائلين عندك موفرا وعوائد المزيد متواترا وموائد المستطعمين معدا ومناهل الظماء مترعا. اللهم فاستجب دعائي واقبل ثنائي واجمع بيني وبين أوليائي بحق محمد وعلي وفاطمة والحسن والحسين عليهم السلام إنك ولي نعمائي ومنتهى مناي وغاية رجائي في منقلبي ومثواي. Allah'ım dualarımıza icabet eyle, senalarımızı kabul eyle, bizimle velilerimizin arasını birleştir. Muhammed, Ali, Fatıma, Hasan ve Hüseyin aleyhimusselam hürmetine. Şüphesiz sen bizim veli nimetimizsin, arzularımızın muntehası, umudumuzun gayesisin dünya ve ahirette. Ente ilahi ve seyyidi ve mevlay. اغفر لأوليائنا وكف عنا أعداءنا واشغلهم عن أذانا وأظهر كلمة الحق واجعلها العليا وأدحض كلمة الباطل واجعلها السفلى إنك على كل شيء قدير برحمتك يا أرحم الراحمين. Allah-u Teala hepimizden bu ziyareti kabul eylesin. İnşallah makam-ı şerifinin yanı başından, Necef-i Şerif'ten imamımızı böyleki bir gecede ziyaret etmeyi de inşallah hepimize nasip buyursun inşallah. Değerli müminler, bu gece programımızda çok değerli bir konuğumuz var. Geçen 2 yılda da bu değerli konuğumuzdan yer yer istifade ettik. Sağ olsunlar bu yılda davetimize icabet ettiler, bizi kırmadılar. Kendisine teşekkür ediyoruz. Allah razı olsun. Evet, Kum ilim havzalarının değerli üstadlarından, değerli üstadım Şeyh Muhammed Bakır Saiver hocamız bugün bizim konuğumuzdur. İnşallah kendisinden feyiz alacağız, istifade edeceğiz. Üstadım hoş geldiniz. Allah razı olsun davetimize icabet ettiğiniz için. İnşallah
istifade edelim. Değerli müminler, bildiğiniz gibi biz bu Ramazan boyunca Kur'an-ı Şerif'in her gün bir cüzünden seçtiğimiz bazı önemli ayetlerin üzerinde durup o ayetlerdeki nükteleri, mesajları sizinle paylaşıyordu. Değerli üstadımız 19. gece ve 19. günün gecesi olması hasebiyle 19. cüzden seçtiği önemli bazı ayetleri inşallah bizimle paylaşacaklar birinci bölümde. Kendisinden inşallah istifade edeceğiz. İkinci bölümde ise bu Kadir gecelerinin biliyorsunuz birçok ameli var ve en önemli amellerinden, belki de bütün amellerimizin temel taşı olan istiğfar ve tövbe ile ilgili inşallah hocamızdan istifade edeceğiz. Değerli hocam, inşallah birinci bölümü başlayalım. Kur'an-ı Şerif'in 19. cüzünden seçtiğiniz ayetlerle inşallah seyircilerimizi feyizlendirin. Buyurun. Bismillahirrahmanirrahim. Mən də siz hörmətli cənaba salam ərz edirəm. Əziz tamaşaçılara, əziz proqrama baxanlara salam ərz edirəm və oruclarının qəbul olmaqlığını Allahdan istəyirəm. Amin inşallah. Bu ayələr ki ərz eləyəcəyəm, izah eləyəcəyəm Furqan surəsindədir. Furqan surəsinin 26-cı ayəsindən bir sıra sözlər Allah Teala buyurur. El-mulku yevme izin el-hakku lir-rahman. Dünyada iki növ mülkiyyət var. Bir etibar mülkiyyətidir, qərarlaşma mülkiyyətidir. Mən bu evin sahibiyəm. Mən bu stolun sahibiyəm. Amma qərarlaşma əsasındadır. Bu stolla, bu evlə mənim, araba ilə mənim əlaqəm, rabitəm məcazdır. Həqiqi rabitə bu mənaya ki, mənimki olan məndən ayrılmaya... Gerçek bir mülkiyet değil. Gerçək bir mülkiyyətdir, məcazidir, etibarıdır. Əlbəttə bu etibarı cəmiyyət qəbul eləyibdir. Ona İnsanların görə kendi anlaşmasıyla oluşan bir mülkiyet. hüquqi bir məsələdir. Yəni hüquqi müstəvidə hamı qəbul eləyibdir. Amma bu dünyaya məxsusdur. Qiyamət günü bir şeylər də yoxdur. Orada gerçek malikiyet. Gerçək malikiyyət. El-mulku yevmeyzin el-hakku. Haqq orada mülkiyyətdir. Tecelli edecek. Bu məna, ayəni bir cür məna eləməyək ki, mülkiyyət haqdır. Yox, mülkiyyət haqq deyil. Mülk, əslən Gerçek mülkülük mülkiyet oradadır. oradadır. Yəni etibarlaşma və qərarlaşma mülkiyyətlər hamısı silinəcəkdir. Dünyada kalacak. Dünyada qalacaq. Daha bu mənimkidir, bu mənim sahibiyəm, mənim nə qədər arabam var, nə qədər Malım var, mülküm var. Hamısı burada yevmə la yenfəu malun və la bənun. Niyə la yenfəu? Çünki sənindəyir ki. O gün aydın olacaqdır sənindəyir. Burada deydin və sənindir. Burada səndə Burada əmanətdir. zannediyorduk bizimizdi. Ama orada olmadığı belli olacak. Olmadığı bəlli olacaqdır. Burada bizə əmanət idi. Biz əmanətin adını qoymuşduq mülkiyyət. Allahla müqayisədə insan malik deyil. Xalqla, başqası ilə müqayisədə insan malikdir. Allahla müqayisədə mən də Allahınkiyəm, mülküm də Allahınkidir. Əlimdə əmanətdir. Ləhu ma fis-səmavati və ma fil-ərz. Bu aydın olacaq qiyamət günü. Bu gün də öcürdür. Amma bu gün insanın bu etibarlı, qərarlaşma mülkiyyətləri gözünə manedir. Deyib doğrudan sahibdir, deyib doğrudan malikdir. İnsan özünü varlı görür, özünü imkanlı görür. Orada görəcək ki, yox, heç nə yox idi. Sıfır idi. Hepsi içi boşmuş. Hamısı içi boş idi. O içi doludur Allah'dır. Allahu Samed. O gün bilinəcəkdir. El-mulku yevmeyzin el-hakku lir-rahman. Və kana yevmen alel-kafirinə əsira. Qiyamət günü... Hocam okuduğunuz ayetlerinde kısa tercümesini etseniz. Bəli. Mülkiyyət o günkü gün
həqiqidir, məcazi deyil. Özdə Rəhman üçündür, Allah üçündür. Çünki həqiqi mülkiyyət onundur. Çünki onun məxluqu yox, onun yaradılmışı yox. Yaradılmışla yaradanın həqiqi əlaqəsi ola bilər. Ayrısının həqiqi əlaqəsi olanmaz. Və kanə yevmən ələl kafirinə əsira. O gün kafirlərə çətindir, ağırdır. Ağır bir gün. Niyə ağır gündür? Çünki görəcəklər nə xiyal eləyirlər, hamısı puçdur. Hamısı içi boşdur. Boşdur. Sərab, Quran deyir sərab. Sərab o suya oxşaya nə deyərlər? Biz də sərab deyirik elə. Ki insan dünyada deyir və su dalınca gedibdi, sular yığıbdı. Orada görəcək hamısı sərab idi. Sərabıymış. Ona görə ağır olacaq, görəcək əli boşdur. Ona görə Əmirül-Möminin Nəhcü Bəlağədə buyurur ki, qədən yu'ləmu mənil fəqir, mənil ғəni. Sabah bilinər kim varlıdır, kim varsızdır. İmkanlılıq, imkansızlığı bu gün baxma. O səthidir, qabıqdır. Bu qabıq getdi, sabah bilinər. Kim imkanlıdır, kim imkansızdır. Yaxşı. Onlardan biri, Quran iki dana məsələni ayrı ayələrdə izah edib ki, dünyanındır, axirətin deyil. Biri insan rabitələridir, əlaqələridir. İlişkiləri. Mən filan kəslə dostam, işlərimi o həll eləyir. Çətinliklərdə onu gətirirəm, o həll eləyir. Rabitələr. İnsanın dostu var, insanın tanışı var. Bunlar Akrabası var. Akrabası var. Bir də özünə dünyada bir sıra zabitə qurubdur, qayda qanun qurubdur. Kendisine yine kurallar. O hüququ müstəvidə deyib, mən bunu satıram ona, bu mənə pul verməlidir. Bu hüququ müstəvidə. Qiyamət günü bunların heç biri yoxdur. Nə sən mal sata biləsən, nə günah sata biləsən, günah ala biləsən. Heç nə yoxdur. Nə qaidə, nə bu işləri görə biləsən, yəni qaidə bu mənaya ki, mən kirayə eləyim. Məsələn, behişdə bir daha evim bir aylıq kirayə eləyim, alım. Bunlar dünyaya məxsusdur. Ya behişdə qoymurlar məni, əqrəbamdan faydalanım. Cənnətdən. Cənnətə qoymurlar, əqrəbamdan faydalanım. Ya dostum vardı. Şəfaət ayrı bəhsdir. O da yenə həqiqi bir müstəvidədir. Əl-mulku yevməizin əl-haqqin içindədir. Məcazi formada deyil. Dünyada şəfaətlər məcazidir. Torpildir dünyadaki, yani oradaki şefaat dünyadaki torpil gibi değil. Deyil. Burada bir nəfər adamla tanışdı, tanışlığına görədir. Orada həqiqi insan ondan yaxın olduğuna görədir. Tanışlığına görə deyil. Hər halda orada fəqət həqiqət yeri vardır. İşləyəcək. Məcaz və etibar və dünyanın iki forma, iş qabağa gedici məsələlər olmayacaqdır. Bir o əlaqələr, bir o quruluş zabitələr ki, insan özünə qurubdur. Hepsi burada kalacak. Yevmə la yənfəu malun və la bənun. Mal, yəni sənin o malın ki, ondan satısan, alırsan. Bənun, yəni o əlaqələr. Çünki ayrı ayədə malu bənun demir. Ayrı ayələrdə beyun və la beləmsi bir ayə vardır ki, insanın dostluğu da faydası yoxdur. İnsanın o əlaqələrinin də faydası. Bu formanı ayrı ayələrdə ayrı ibarətlərlə işlədibdir. Nəticəsi bu olub ki, rabitələr və zabitələr ki, dünyada insan özünə qurubdur, orada bərpa eləyənməz. Orada yeri yoktu bunun. Orada yeri yoxdur. Ona görə davamında bunu buyurur Allah-u Teala ki, o gün zalim dişləyəcək əlini. Elini ısıracak. Özdə maraqlısı, biz adətən peşman olanda barmağımızı dişlərik. Isırırıq. Evet. Amma ayə demir barmağını, deyir iki əlini. Allah aşkına. İki əlini kinayədir nəhayəti peşmançılıqdan. Bizdə o cür bir peşmançılıq iki əlinə nə olmur? Bizdə barmaqla olur. Amma Allah istəyir bundan demanın desin ki, tamamı barmaqları ilə də peşmançılığını başa düşəcək və... Hocam önemlidir. Ben bunu müsaadenizle bir... Şimdi hocamız güzel bir nükteye işaret ediyor. Dünyada bizler pişman olduğumuzda genelde parmağımızı ısırıyoruz. Ama ayette buyuruyor ki o gün pişman olanlar iki ellerini birden ısıracaklar. Bəli, bu da pişmanlığın o nihayet... Nihayətidir.
ki insan dünyada hansı sərmayələri əlindən verdi, xəsarətə düşdü. Hüsrana uğradı. İnsan dünyada çox şeyləri əlindən çıxır, hiss eləyir və yaxşı qazanıbdı. Peyğəmbəri əlindən çıxıbdı, hiss eləyir və ayrı bu dostundan işləri həll olacaq. Bunun ayətin şən-nüzulu da maraqlıdır. Bir şəxs müsəlman oldu, dostu biləsinə dedi ki, niyə müsəlman oldun? Səbəbi nə idi? Dedi, Peyğəmbəri qonaq çağırmışdım. Peyğəmbər dedi, müsəlman olmasan, mən sənin süfrəndən Yeməyindən yeməm. Mən də Peyğəmbərin ki, yemək süfrəmdən yesin, müsəlman oldum. Amma indi müsəlmançılıqdan çıxıram, dostuna görə çıxdı. Ayə budur ki, qiyamət günü bu həsrət yiyəcək ki, niyə Peyğəmbəri əlimdən çıxartdım? Bu dostu ki, məni zülmü tərəf aparırdı, günah tərəf aparırdı, tohiddən uzaqlaşdırırdı, Allahdan uzaqlaşdırırdı, onunla dost oldum. Bu haman odur ki, insan həqiqi sərmayələr əlindən verə, məcazi sərmayələrlə dünyada sərxoş ola. Buyurur ki, yevmə yəuzzuz zalimu alə yədəyhi. Zalim iki əlində peşman olaraq dikdiyəcəkdir. Ya yəqul, ya ləytəni ittəxəstu mə'ər rəsul səbila. Kəşkə mən Peyğəmbərlə yol tutsaydım. Qur'an buyurur ki, bəzi məsələlər dünyaya aiddir. Necə o rabitələr dedim dünyaya aiddir. Peşmançılığın da xeyri o olar ki, dünyada peşman olasan. Ahirətdə peşmançılığın xeyri yoxdur. Peşmançılıq əzabdır. Bazı şeyler var dünyada faydalıdır, bazı şeyler var ahirette. Ama pişmanlığın dünyada belki faydası var. Tövbəyə gətirər. Tövbəyə. Ama ahirette peşmançılıq əzabdır. Azabdır. Evet. İnsan özü əzabda olacaqdır. Ona görə Qur'an buyurur ki, təəssüf. Bəli. Hədislərdə də var ki, insan vaxtı qiyamət, axirət baş verdi, bu xatirə ki, əzab çəkməsin, Allah günahı da yadından çıxartdıracaqdır. Unutduracaq ki, sən bu əzab çəkməsin, həsrət çəkməsin, narahat olmasın. Amma bu həmişə yadında qalacaqdır. Bu o behişdən. Peyğəmbəri buraxıb da başqalarını tutan kimsələrin pişmanlığı azab olaraq qalacaqdır. Dünyada bu peşmançılıq əzab deyil. Allah bunu çevirər, yubəddilul həsənat səyyiata çevirər. Allah dünyada insan peşman olsa, günahları biləsinə əsən olar. Günahları iyiliyə çevrilir. Amma ahirətdə peşmançılığın faydası yoxdur və mənəvi əzabdır. Buyurur, bu mənəvi əzabla deyəcəkdir. Allah-u Teala bunları da bizə deyir, dünyada bizə xəbərdarlıq eləyir rəhmətindən. Ki ağlımızı başımıza yığaq. Dünyada deməyi bizə bu xatirə ki, orada gelib peşman olmayaq, burada peşman olaq. Burada qaydaq. Zaman geçmədən, fırsat əlimizdən çıxmadan peşman olaq. Ya mən Peyğəmbərlə bir yol tapaydım Peyğəmbərlə. Dostun təsiri və insanla yol gedənin təsiri o təsirlərdəndir ki, o mühüm ünsürlərdəndir. Yəni insanın ictimada, cəmiyyətdə təsirlərindən biri dostdur. Dostun insanın üzərindəki ətkisi belirləyicidir. Bəli. Ona görə Qur'anda da bu ayələr var, hədisdə də var ki, insan kiminlə oturub durur, dostluq eləyir, ona diqqət eləməlidir. İnsan bəzən biri ilə dostluq elər, ömrünü xəsarət aparar. Dostluq başqadır, qeyridir. Bundan ki, insan biri ilə salam əleyk ola. Salam əleyk mədəniyyətdir İslamda. İnsanın hörmətini göstərir başqa insanlara, başqa müsəlmanlara. Söhbət ondan getmir. Ondan ünsiyyət gedir. Vaxtın ondan oturmağa gedir. Ki, insan vaxtını apara, ömrünü apara dostluğla. Və bəzən əl-əxillə yevməyzin əl-əda. Quran buyurur ki, xəlillər, dostlar o gün olacaq düşmən bir-birlərini. Qiyamət günündə bir çox bu dünyada bir-biri ilə dost olanlar orada düşman olacaqlar. Niyə? Görəcəklər, har aparırdılar. Dostluqla həvəslərə aparırdılar. Otayan aparırdılar. Görmürdü. Burada pərdə açıq deyil.
Qiyamət günü yevmə tubləs sərairdir. Qiyamət günü pərdələr açılar. Gizlilərin üzərindən Açılar görə ki, pərdələr bu açılacaq. aparırdı biləsini, o günaha ki otdur. Ateşdir. O günaha ki çirkidir qəlbə, o günaha ki zəhərdir, bunlar aparırdı. Mən dedim, bəs ləzzət aparır. Bu gün hiss eləmirdi, çünki qəflətdə idi. O gün daha qəflət olmayacaq. Niyə qəflət olmayacaq? Əlbəttə qəflət olmamağın da xeyri yoxdur ona. O gün kəşf dünyasıdır. Yevmul buruzdur. Amma o buruz imana gətirməz insanı. Qiyamət günü iman gətirmək olmaz. Elm gətirmək olar, iman olmaz. O ayət ağlıma gəldi. Qiyamət günündə münafıqlar möminlərə deyirlər ya, "Unzuruna naqtabis min nurikum." Bəli. Onlar da deyirlər, "İrciu vəraakum." Vəraakum, bəli. Nur Dönün geri. oradandır. Ha, bu nuru biz dünyadan gətirmişik. Siz burada görürsünüz nuru, orada nuru görmürdünüz. Orada görəcəklər nuru, amma iman gətirəməyəcəklər. Orada xeyri yoxdur bilələrim. Yenə əzabdır. Orada insanların həsrətləri əzabdır. Görəcəklər ki, mən biri ilə bir məntəqədə yaşayırdım. O oruç tutdu, o Quran oxudu, o xeyir əməllər elədi. Mən də ondan bir yaşdaydım, yaşım elə uyğun idi. Eyni işdəydik. Mən üzr gətirdim, işim qoymur oruç tutam, o tuturdu. Orada həsrət yiyəcək. Mən nədən qaldım? Nəyə məsrəf elədim? Əmirülmöminin Nəhs-i Bəlağədə bir əcib cümləsi var, yadıma düşdü. Deyir, cəvad olun. Cömert olun. Cəvad yəni səxavətdir. Cömert. İnsan əl Əl açıq. açıq olsun. Deyir, ən gözəl əl açıq budur ki, bədənizdən ruhunuza səxavət eləyin. Allahu Ekber. Bir budur ki, insan malından səxavət eləyə başqalarına. O da cəvaddır. Amma ondan mühüm cəvad budur ki, insan bədənindən ruhuna verə. Acaba bu önemli şeydi. Ben bunu biraz daha Türkçeleştirip söyleyeyim. Emirül-Mumininin bir hadisini Nehsül Bela'dan hocam şahit olarak getirir. Emirül-Mumin diyor ki en güzel cömertlik budur ki insan kendi bedeninden ruhu için harcasın. Bəli. Oruçluqda da bu cəvadlıq baş verir. Değil mi? Yəni Allah bu sərmayəni yaradıbdır. Biz bedenimizi, ruhumuzu harcayırıq. Xərcləyirik. İnsan bəzən özünü xərcləyir dostuna. Nə ruhunun inkişafına, nə ruhunun rüşduna, tərəqqisinə. Dostuna xərcləyir. Və sabah görür ki, ota xərclədi. Ona görə buyurub peşman olacaqdı. Ləqət əzəlləni yəni zikr. Ətraf zikr idi. İnsan gözü açıq olsa, ətrafı Allah yada salan bir amillərdir. Ən-i zikr minəz zikrindən fərqi var. Ləqət əzəlləni minəz zikr. Budur ki, zikr bu tərəfdədir, zəlalət bu tərəfdədir. Məni apardı zəlalətə, zikr aparmadı. Deyir, yox, mən zikridən məni təcavüz elətdirdi özünə. Yəni, mənim ətrafımı zikr doldurmuşdu. Ramazanda mesela. Ramazanda elə hər yerdə tərəf... insan ayıq olsa, özünü yuxuya vurmasa, ətrafında ibrətli məsələlər həmişə var. Onu qaflətdən uyandıracaq bir sürü şey var. Amma bəzən insan bunlara göz yumar, bunlardan təcavüz eləyər, gedər başqa yerə. Zəlalətə. İstəyirəm belə izah edeyim ki, zəlalət ilə hidayət eninə deyirlər rabitəsi. Boyunadır. Boyunadır. Yəni, belə deyir ki, məni iki dənə qarşımda bir zat var, zəlalətdir, hidayətdir. Bir-birinin paralelində deyil, bir-birinin uzantısıdır. Əvvəl hidayətdir. Deyim, məndən buna göz yumdurdu, apardı o bisinə. Evet. Qarşımdakı fitrət var idi, qarşımdakı nur, əqli nuru var idi, ayrı nurlar var idi. Onları, zikriləridən təcavüz elətdirdi. Ləqət əzəlləni ən-zikr, nə əzəlləni minəz-zikr. Yəni, istəyir desin ki, nüktəyə diqqət elə ki, sənin ətrafında nura getmək var. Ya mən səbəqət rəhmətuhu qəzəbə. Səbəqət, o qabaqdadır. Bir budur ki, rəhmət o qəzəbdə Allahın rəhməti qəzəbindən böyükdür. Ya mən vəsəət. Vəsəət bəhsi deyil, səbəqət.
Sən qabaqdadır. Rahməti hər zaman öndədir. Allah istəyir insan hətta günah eləyəndə də rəhməti öndədir. 7 saatacan yazmır. Yəni mənə deyir hələ qəlbimə hübbəsin. Qeyd. Günah işlədiyində Allah-u Teala 7 saat fürsət verir, mələklərinə əmr edir ki, henüz daha günahını bunun yazmayın. Bəlkə dönər, bəlkə tövbə edir. Bunlar hamısı rəhməti Allahın əhatə rəhmətinin eləməkdir. cilvələridir. Deyir, mən axı gözümün qabağında ətrafım dolu idi paçlarla, ətrafım dolu idi təmiz insanlarla, onları göz yumdum. Peyğəmbər oturmuşdu mənim süfrəmdə, ondan göz yumdum, getdim nələri xərclədim. Ləqəd əzəlləni əniz zikr, bədə izcaəni. Aslında zikr mənim yanımdaydı. İnsan bəzən bir hədis yadıma düşdü. Əla innə li rabbikum fi əyyam dəhrikum nəfəhat. Deyir, sizin zamanələrinizdə, ömrünüzdə deyəlim, ömrünüzdə nəsim əsər, rahmət rüzgarları əsər. Bəli, bunlardan miat olun. Göz yummayın, yatmayın bu mənəvi nəsimlərdə. Mənəvi nəsimlərdə gözlərinizi açın və baxın, onda qidalanasınız. Vurur və kanə şeytan lil insanı xəzula. Qur'anın bir dost bəhsidir da, deyir, sən dostluğunla düşməni ayırmalısan. Düşmənşinaslıq Qur'anın ana məqsədlərindən biridir. Qur'anın ən önəmli konularından birisi düşmanı iyi tanımaq. Düşməni iyi tanımaq. İstər insan öz içərisində, istər çöldə, istər cihad-ı əsğərdə, cihad-ı əkbərdə düşmənini tanımaq səbəbdir insan oyaq olsun, hücuma düşmən gəlməsin. Tədbirli davransın. Bu ki, burada şeytan bəhs edir və deyir, şeytanın xasiyyəti bu da ərz edirəm. Dost bəhsində, siz desin ki, bəzi dostların qabığı dostdur, içərisi düşməndir. Dışı güzel, içi şeytan. Bəli. Və kanə şeytan. Şeytanın da insana hədəfi insanı əsir eləmək deyil, insanı rüsva eləməkdir. Şeytan istəmir insanı iş eləsin özünə. Ki, deyək, mən şeytana işləyim də, o da mənə maaş verər. Biri Allah'a işləyir, mən də buna işləyim. Şeytanın ona ihtiyacı yoxdur. İstəsən məqsəd o deyil. İstəyir insanı abırısını aparsın. İnsanı rəzil etsin. Rəzil etsin. Ona görə ədovvun mubindir. İnsan açıq düşmandır. Açıq düşməndir. Çünki onun məqsədi budur ki, insanı aparsın özünün əvvəl cərgəsinə, özünün qoşununa, aparandan sonra öz qoşunu kimin saxlamayacaqdır. Şeytan insandan bəraət alacaq, uzaqlıq uzaqlaşacaq deyəcək. Inni bəriyum minkə. Məqsədi budur ki, insan abırısı geçsin, insan rüsva olsun, insan tənəzzül eləsin. Məqsədi budur. Ona görə Adəmi istəyirdi yendirsin, o həddə ki, bədəninə diqqət eləsin. Adəm o aləmdə bədəninə diqqət eləmirdi. Ona görə yarpaq lazımı deyildi. Aslında bədənin görmürdü ki. Evet. Vaxtı o ağacdan yedi, bədəninə yönəldi. Bədəninə ki yönəldi, qərizələrini gördü, dəstur alındı ki, gərək kəndini qapadasan və paltar ola, əlbisən ola. Niyə? Çünki yendin əşaya. Şeytanın insanın aşağıda, tənəzzüllü həyatda yaşatdırmaqdır. Hocam bir 10-12 dakikamız var. İsterseniz o ayette artık kapatalım. İkinci bölümden de inşallah seyircilerimiz nasipsiz kalmasınlar. Bildiğiniz gibi Kadir Gecesi en önemli, yani ömrümüzün müstesna günüdür. Ve bugün de o 80 yıllık feyze ulaşabilmek için bir takım şeylere dikkat etmemiz gerekir. Bu gecede yapmamız gereken en önemli, herhalde temel taşı sayılan şeylerden birisi istiğfar ve tövbedir. Bu konuyla da ilgili inşallah biraz açıklamanızı alalım, sonra seyircilerimize vedalaşalım inşallah. Oruçluqda Allah bir süfrə açıbdır. Bu süfrənin gərək xörəklərini bir yemekleri ad verək. Bir Qurandır.
Allahü Teala bu ayda müminlere bir ziyafet sofrası açmış. Bu ziyafet sofrasının yemekleri ya da sunulan şeyler nelerdir? Birincisi Kur'an. Allah buyurur şehru Ramazan ellezî unzile fîhil Kur'an. Oruçtur. Kutibe aleykumus siyam. Ondan sonra duadır. Dua. Çünkü sen ayenin ahırında buyurur izâ se'eleke enni ibâdî fe inni garîbun. Mesela oruç ayelerinin içindedir. Bundan sonra da tazadan oruç ayeler başlıyor, idame verir. Yani Allah-u Teala duanı getirip yerleştiripti oruç ayelerinin içine. Ki yani bu ayda da oruçluyken en güzel yapılacak amellerden birisi dua. Duadır. Onlardan biri de ki biz hadislerde ve Kur'an ayelerinde görürük istiğfardır. İstiğfar Allah'tan mağfiret dilemek, bağışlanma dilemek. bağışlanmaq isteməkdir. Mən istəyirəm istiğfarın biraz həqiqətini araşdıraq ki, nədir? İstiğfar ayılmaqdır ki, mənim günahım var. İnsan bəzən əslən inanmır günah eləyir. İnanmır xətası var. İnanmır səhvi yol gedir. İnanmır yolu çaşıb. İstiğfar bir oyanışdır. Uyanıştır. Oyanır. Uyanır ki benim günahım var. Mənim günahım. Ona görə Allahdan istəyir. Hətta istiğfarın dərz edəcəm dərəcələri var. İmamlar da istiğfar ediblər, peyğəmbər də istiğfar edibdi. Amma hərə o boşluq iki həyatında hiss edir. Biz boşluq məsiyətdir. Bir boşluq Allah zikridir. Bir boşluq yuxarı dərəcələrdə. O boşluq için insan hiss edir. Həmişə məsiyət və günah deyil. Amma hər halda insan özünü tanıya ki bu məndə boşluq vardı. Bu nuksan vardı. O boşluğu doldurmanın, telafi etmenin yoludur istiğfar. Yolu istiğfardır. Evet, çok güzel. İnsan istiğfar eləyəndə bir növ əxlaq alimlərin terminində, istilahında danışsaq, yəqəzə baş verir. Uyanış. Oyanış. İstiğfar öz əslən misdaqı yəqəzədir. Ki mən oyanmışam amma tanıdım özümü. Bilirəm Günah işlemişim. günah eləyirəm, günah yolu gedirdim, əyri yol gedirdim. Ona görə istiğfar qəflətdən çıxmaqdır. Bu həqiqət istiğfardır. Ona görə kəlmə-i fəqət əstəğfirullah deyil. Bir növ insan ruhən oyanır. İnsan şəbi qədridə oyaq qalır, oyansın. Kadir gecesinde uyanık kalıyoruz ki uyanalım. Oyanır. O istiğfardan baş verir. Ona görə Dolayısıyla da Kadir gecesinde istiğfarın hakikatine varmayanlar acaba bu gecede de öyle uyanmadan geçirip gidiyorlar öyle değil Bəli. mi? Maalesef. Quran buyurur istiğfar dünyaya məxsusdur, axirətə məxsus deyil. Allah'ım. La yu'zanu lahum feyatazirun. Onlara Kıyamet izni gününde vermezler, kimseye üzrü getirsinler. Özür dileme O olmaz. izni verilmeyecek. İzni verilmez. Ona göre istiğfar, ama istiğfarın maneyi iki şeydir. Ama hocam şunu da yani her şeyin yeri demek ki buradır. Yani istiğfar edeceksek Oradan yere burada. məhsuldur, Pişman nəticədir. olacaksak burada pişman Bəli. olmalıyız yani. Tövbe etme. Burada insan özünü bərpa eləməlidir. Ne yapacaksak burada. Burada. El-yevm yevmu amelin ve la hesab. Bugün amel günüdür, hesap günü değil. Bəli. İstiğfara mane iki şeydir. İstiğfara engel olan iki şey. Biri qəflət. İnsan nə qədər qafil olsa, eləm istiğfar dalınca getməz. Allah. Ona görə insan gərək qeydə bir özünə bir müraciət eləyə, özünə bir baxa. İstiğfarın müqəddiməsi budur. Özünə baxmaq, özünə nəzər İstiğfarın salmaq, ilk adımı insanın kendisine müracaat edip muhasebe etmesi. mühasibə etməsidir. Ki məndə nə var? Ona görə insan özünə qeydib baxanda görər ki, yox, mən nəsə mən keçən proqramlarda belə bir məsələni danışmışdım ki, insan eyni televizyon kanalları kimindir, televizyon şəbəkələri kimindir. Bəzən özünü alladar, özünü tanımaqda. Bəzən insan o məsələn məscid kanalına baxar, cami kanalına baxar özünün. Camidə insan nə edir? Namaz qılar da, dua edir. Amma ailə kanalına baxmaz. Ailə şəbəkəsində, ailə kanalında ayrı bizzatlar da baş verir. Söyüş baş verər, ədəbsizlik baş verər, etinasızlıq baş verər, başqa bizzatlar baş verər. Ticarət kanalına baxmır.
Ticaret kanalında da allatma baş verər, baha satma baş verər, malı, sün'i malı satmaq Sahte baş malı, verər, saxta gerçek mal malı diye. və bu cür ticarət. Ondan sonra xəlvət kanalı var. Xəlvətdə insan mümkündür o sözləri deməyə ki, onlar ki, cəlvətdə, aşkarda deyir. Orada fikir ayrı ola, burada fikir ayrı ola. Bunlar insanın kanallarıdır. İnsanın vücudunun farklı kanalları. Onları istəsə istiğfar eləsin, ya əvvəl qeydə bunlara baxar. Önce bunlar bir Bunlara baxsa yavaş-yavaş görər ki, nəsə problem var, müşkillər var, çətinliklər var. Peyğəmbər Əkrəm bizzat yadıma düşdü. Bir səhrada cəmaata, əshaba buyurdu ki, siz çöp yığın, odun toplayın. odun toplayın. Səhrada daşdı, qumdu da odun yoxdur ki. Dedilər, ya Resulullah, burada odun olmazsa, bura meşə deyil ki. Bura orman değil. Və nə edəyək? Dedi, siz nə əlinizə gəlir, yığın. Elinizde ne bulsanız getirin. Bunlar da Peyğəmbərin dəsturu idi, göstərişi idi. Bu da o qeyddilər baxmağa, ciddi baxmağa. Onda qabıq kimin baxırdılar, səthi baxırdılar, səhra idi. Yüzeysel bakırdılar. İndi dərindən baxdılar. Gördülər, yox, bir daşın altında bir çöp var. Orada torpağın altında bir ayrı çöp var. O dərənin içində bir 5-6 ayrı çöp var. Yığdılar, oldu bir təpə. Bir çöp, odun tepesi. Peyğəmbər Əkrəm buyurdu ki, hakəza təctənəbu zunub. Günahlar böyle toplanır. Bunu iki cür mənə eləyiblər. Bir mənası budur ki, balaca günahlar yığışar, olar böyük günah. Ona görə insan bala günahlara da diqqətli Küçük olmalıdır. günahlara. Diqqətli olmalıdır bu cür. Amma bu hədisin mənası o deyil. O da düz sözdür. Bu hədisdən o çıxmır. Çünki bunlar hamısı var idi. Bala günahlar olar böyük, yəni boyuna bala günah eləyəsən, sabah bala günah eləyəsən, başqa günlər bunlar yığılar, olar təpə. Burada hamısı var idi, sən görmürdün. Bu hədis istəyir desin ki, insan bəzən özünə üzdən baxar. Yüzeysel bakar. Özünə üçün üzdən baxar, qəflət qoymaz özünün içərisini Derinlemesine görsün. Ona görə insan gərək kanal baxa, ta eləyə bilə istiğfar eləsin. İnsan detaylı bir şekilde kendisini gözden geçirip kanal derinlemesine eğer kendisini muhasebe ederse o zaman Qədr gecəsi bundan ötürdür. evet, Kadir Ki Gecesi. mən özümü xəlvət eləyim, kanal baxım və düşüm istiğfara. Onda mənim planım dəyişilər, proqramım dəyişilər, taleyimi özüm dəyişərəm. Kendi talihimi kendimin bu şekilde değiştirme imkanım var. Münbit şərait yaranar, Allah bir ağac əkər orada. Biz uygun zemini hazırlayacağız. Allah-u Teala da bizim vücudumuzda ekilmesi, dikilmesi gereken ağacı diker. Bəs bir maneyi qəflətdir, istiğfarın. İkinci maneyi də qururdur, xudpəsətlikdir. Kendini beğenmişliği. İnsan özünü bəyənəndə də özünü nüqsan çıxartmazsa. O qəflət yatıbdır. Burada yatma deyil. Özü pərdə çəkir zorundan. İnad eləyir. Xudpəsəndliklə heç zad istəmir qəbul eləsin. Bilir olduğunu ama Bilir oldu. Xudpəsəndlik qoymur. Qoymur. O da bir ayrı pərdədir. o da bir ayrı perde. Bu o birisində bilmir. Amma qəflətdən oyanmaq rahatlərdir xudpəsəndlikdən oyanmaqdan. Kendini beğenmişlikten uyanmaktan Çünki daha o cahildir. Bu iki qət cahildir. 2 kat. Yani. Bu özünü bilməməzliğə Gaflette olanlar da cahildiler ama kendini beğenmişlerin cahil, daha doğrusu perdeleri 2 kattır. iki qatdır. Çünki özü xudpəsəndliklə mane olubdur, ayılsın. Ona görə dua edirik ki, yumuşanaq. Dua yumuşatıyor bizi. Allahın qarşısında əylaq. Xudpəsəndlik hissimizi öldürək. Bunlar istiğfarın manilərini aradan aparmaqdır. İnsan ondan sonra gəlir Allahdan, bilir nə istəyir. Biz gərək bilək nə istəyirik Allahdan. Qədr gecəsi sirf dillə əstəğfirullah deməyək. Bizdən soruşsalar, ya nə mən əstəğfirullah, nə istəyirsən? Deyəm ki, Allah, mən yalan danışırdım, bunu istəyirəm siləm. Mən bu çöpüm var idi, bu çöpü istəyirəm yandıram, gedə. Bu müqəddimə bundan yaranar. Hocam vaktimiz maalesef çok güzel gidiyordu sohbetimiz. Ama Allah razı olsun ana hatlarıyla
istiğfarın da önemini ve gerçek istiğfarın nasıl olduğunu beyan buyurdunuz. Allah-u Teala inşallah lütfeylesin. Önümüzdeki bu engeller, maniler, perdeler kalksın ve bu ayda gerçek istiğfarlarla bu engelleri kaldırıp Allah-u Teala'nın bizim vücudumuzda dikilmesi gereken maneviyat ağaçlarının dikilmesine müsait zemin hazırlayalım inşallah. Bu gecenin şehidi Emirül Müminin salavatullah ve selamuhu aleyhin hürmetine. İnşallah. Çok sağ olun. Ağzınıza, Teşekkür yüreğinize ederim. sağlık. Değerli Çok sağ olun. müminler, programımızın sonuna geldik. Kadir geceniz mübarek olsun. Kadir geceniz dolu geçsin. Kadir geceniz gerçek istiğfarlarla geçsin. Kadir geceniz Rabbul Alemin'le ilişkinizin güçlenmesine vesile olsun. Yepyeni bir sayfa, bembeyaz bir sayfa açmanıza, hayatınızın alt üst olmasına ve yeni bir devrin başlamasına vesile olsun. İnşallah makamında bulunduğumuz Hazreti İmam Rıza Aleyhisselam'ın babalarının ve evlatlarının nazarı lütfuyla inşallah. Yarınki programımızda tekrar buluşmak üzere. Hepinizi Allah'a emanet ederken inşallah hepinizden de dua istiyoruz. Müminlere dua edelim. Özellikle Gazze'de, Filistin'de görüyorsunuz zalimlerin, müstekbirlerin, Siyonistlerin yaptığı cinayetleri. Hepsine dua etmeyi inşallah unutmayalım ve inşallah yardımlarımızı da yine yoğun bir şekilde o kardeşlerimize ulaştırmayı da ihmal etmeyelim. Vesselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Thank you.